Salam, qozlu sucuk hazırlayıram. 150 qram qozdur. Qozu 2 dəfə qaynar su ilə yuyuram. Daha sonra suyunu tökürəm və salfetka ilə quruluyuram. Məndə qozlar böyük olduğuna görə tən ortadan bölürəm və nazik iynə ilə qalın sapla qozları eyni istiqamətdə sapa düzürəm. Xəmirindən ötürü lazımdır un, nişasta, şəkər, tutdu şabı, su, darçın, üydülmüş muxey, vanil və salam. Bütün ərzaqların miqdarını təsvirdə və açıqlamada qeyd etmişəm. Ərzaqları bir-birinə qatıram, qarışdırıram ki, düyücüklər olmasın. Hamısını bir-birinə qatandan sonra qoyuram ocağın üzərinə və qatlaşana qədər bişirirəm. Tez-tez də qarışdırıram ki, dibi tutmasın. Qatlaşandan sonra rəngi tündləşir və daha sonra ocaqdan götürürəm və soymağını gözləyirəm. Biraz soyuyandan sonra qozların üstünü beləcə xəmirlə örtürəm və qoyuram qurumağa. Bu qədər qaldı dostlar. 2-3 günə tamam hazır olacaqdır. Baxın, artıq bir gün keçibdir, ələ yapışmırlar. Ancaq nəmli kimidir biraz. Yəni 2-3 günə tamam qurumalıdır. Elə ola bilər ki, 4 günə də quruya bilər. Ləzzətlidir. Hazırlayan hər kəsə nuş olsun, bəyənən hər kəsə minnətdaram. Hələlik.